Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son vaxtlar müxtəlif ticarət və xidmət obyektlərində ödəniş zamanı müştərilərə qalıq pul kimi skoçlanmış cırıq və ya zədələnmiş əskinasların verildiyi bildirilir. Bu cür pullar sonradan digər obyektlərdə qəbul edilmir və nəticədə vətəndaşlar onları dəyişmək üçün banklara müraciət etmək məcburiyyətində qalır. Əgər bu pullar dövriyyədə problem yaradırsa, niyə ümumiyyətlə müştəriyə təqdim olunur? Cırıq və ya skoçlanmış pullarla bağlı nə edək? Bunu təqdim edən tərəfə etiraz bildirməliyikmi? Bildirilir ki, bu barədə danışan iqtisadçı Elçin Rəşidov deyib ki, dövriyyədə olan əskinas problem yaradırsa, müştəriyə təqdim olunmamalıdır. Belə hallar ümumiyyətlə yaşanmamalıdır, amma təəssüf ki, buna rast gəlinir. Mövcud qaydalara əsasən müəyyən meyarlara cavab verməyən əskinaslar yararsız hesab olunur. Məsələn, cırığın ölçüsü normaldan artıqdırsa, üzərində yapışqan varsa, müəyyən hissələrə çatmışsa, əskinasın oxunması və tanınması çətindirsə, o dövriyyəyə yararlı sayılmır. Bu cür əskinasları satışçılar özləri dövriyyədən çıxarmalı və banklarda dəyişdirməlidir. Hazırda bu sahədə tənzimləməni Azərbaycan Mərkəzi Bankı həyata keçirir və yararsız əskinasları qəbul edir. Lakin dəyişdirmə prosesi kifayət qədər çətindir və sadələşdirilməsinə ehtiyac var. İqtisadçı bildirib ki, vətəndaşlar yararsız əskinas əldə etdikdə onu asanlıqla dəyişə bilməlidir.